Peyğəmbərimiz buyurub ki, kim Rəcəb ayında bir gün oruç tutarsa, bu ay ərzində bircə gün oruç tutarsa, Allahın razılığını qazanar. Bu balaca sözdür. Allah bundan razı olar. Hədisdə də var, Allah kimdən razı olsa onu cənnətinə daxil eləyər. Allah tez razı olandır. Bir gün oruca razı olur. Ondan sonra buyurur, bundan da kifayətlənməz. Allahın qəzəbi ondan uzaqlaşar. Cəhənnəm qapılarından bir qapı onun üzünə bağlanar. Ondan sonra buyurur, İmam Musa Kazım əleyhissalam buyurur, kim 3 gün oruç tutsa, bu ayda cənnət ona vacib olar. Və dalıca da buyurur, Rəcəb cənnətdə olan bulaqlardan birinin adıdır. Və kim bu ayda bir gün oruç tutacaqsa, şübhəsiz ki, o bulağın suyundan bəhrələnəcək. O mənəvi bir çeşmədir, maddi çeşmə deyil. O mənəvi bir neymətdir ki, ondan faydalanarlar. İmam Sadiq əleyhissalam İslam peyğəmbərindən bu hədisi nəql eləyir. Buyurur ki, Peyğəmbər buyurub, Rəcəb ayı ümmətimin istiğfar ayıdır, bağışlanmaq ayıdır. Bu ayda çox tövbə eləyin, çox istiğfar eləyin. Çünki Allah bağışlayan və mehribandır. Hədis buyurur ki, necə görürsən bəzən yağış yağır, şiddətlə yağır. Buyurur, Rəcəb ayında Allahın rəhməti göydən yağış kimi yağar yerə. Ona görə də çox istiğfar eləyin. Sadə bir zikir var, mən sizə bunu deyim, bilənlər bilir, bilməyənlər də əzbər yadında saxlaya bilərlər. Məncə elə bir kəlmə desəm yadınızda qala bilər. Ay ərzində harda olursunuzsa olun bu zikri təkrar eləyə bilərsiniz. Yolda gedəndə, maşın sürə-sürə, hardasa oturanda insan bu zikri deyə bilər. Çox asan zikirdir. İki cümlədir, bir cümlədir. Əstəğfirullah və əsəluhut-tavbə. Əstəğfirullah və əsəluhut-tavbə. Bu zikir belədir. Yəni ki, ilahi, sənə tərəf qayıdıram, istiğfar eləyirəm və səndən də istəyirəm, sən də mənə tərəf dönəsən. Əstəğfirullah və əsəluhut-tavbə. Gündə neçə dəfə bacarsınız, bu zikri təkrar deyin. Namazlardan sonra hər hansı bir halda olarkən. Bu elə bir aydır ki, Allah bu ayı başqa aylardan üstün eləyib və onun hörmətini böyük qərar verib, üstün qərar verib. Allah bu ayda oruç tutanları əzizləməyi özünə borc bilir. Buyurur ki, kim bu ayda mənim razılığım üçün oruç tutsa, mən də onu əziz eləyərəm, hörmət eləyərəm ona. Kim bu ayın axırından bir gün oruç tutsa, ölümün çətinliklərindən amanda qalar, rahat can verər. Ölüm çox çətindir bəzi adamlar üçün. Hədisdə var, mömin üçün bir gülü qoxlamaq, iyləmək kimidir. İstəyirsənsə ölüm rahat olsun, imam buyurdu, Rəcəb ayının axırından bircə gün oruç tut. Amma bununla da kifayətlənmir. Qəbr əzabından amanda qalar. Kim Rəcəb ayının axırından bir gün oruç tutsa, qəbr əzabından amanda qalar. Kim Rəcəb ayının axırından 2 gün oruç tutsa, imam buyurdu ki, siratdan asan keçəcək. Ayaqlar titrəyən gün. Siratın üstündə insanlar çətinliklə hərəkət eləyən vaxtda bu gəlib hamını ötüb keçər, rahat keçəcək. Kim bu ayın axırından 3 gün oruç tutsa, qiyamətin böyük qorxusundan amandadır. Qiyamət gününün çətinliklərindən amandadır və ona cəhənnəm odundan azad olunmaq qəbzi verilər. 3 gün oruc səbəb olar ki, insanı Allah işini birtəhər elə eləsin ki, o cəhənnəmə tərəf getməsin. Cəhənnəmdən azad eləməyin mənası budur. Allah elə tənzimləyər hadisələri, işləri elə yönəldər ki, qoymaz insan günaha tərəf getsin. Kimin boynunda qəza orucu var, vaxtında tutmayıb ondan tuta bilər. Kimdə qəza yoxdur, müstəhəbbi oruç tuta bilər. Müstəhəbbi oruc belədir ki, bəzən bir-birinə möminlər orucu pozdura da bilərlər, şəriət icazə verir. Bir adam müstəhəbbi oruç tutubsa, bir mömin ona təklif eləsə ki, xahiş edirəm orucu aç, buyurur ki, iftarını açması oruç tutmağından daha çox savab olar. Vaxtından tez açması, müstəhəbbi orucda. Birdən də bir insan yaşlıdır, xəstədir, imkanı yoxdur oruç tutmağa. Vallah mən bunu deyirəm.